Hörmətli komandirimiz, dəyərli vətən oğlu, sizə bir sualım olacaq. Siz necə oldu ki, hərbiçi oldunuz? Əslinizdə, nəslinizdə, yəni sizi davam eləyən, bu gözəl formanı geyinə bilən, ona layiq varmı elə biri? Elə sual verdin ki, həqiqətən də mənim hərbiçi olmağıma ailəmdə heç kim razı değildi. Həqiqətən razı değildi. Çünki bizim özümüzün dayı tərəf, əmi tərəf belə deyə, yəni düzdür, əskəri həyatı yaşayıblar, əskər olublar, amma sırf hərbiçi həyatı yaşamayıblar. Yəni deyəm ki, 2 il, 3 il nə qədər vaxtdasa xidmət ediblər, xeyr, belə bir şey olmuyor. O nəsildə olubdu. Amma ata tərəfim, ata tərəfim belə deyə, ana tərəfimdə yəni bəli olubdu. Amma bu qaçqınçılıqdan sonra mənim ağlım kəsəndən mənim elə bir insan görməmişəm. Yalan deyirəm. Yoxdur hələ. Bəli, yoxdur. Mən də hərbiyə gedəndə anam çox narazı idi. Yəni gəldim, bir müddət qaldım. Dedim mən birdən ağlıma gəldi, mən hərbiçi olmalıyam. Yəni bu peşəni seçməliyəm özüm üçün. Düzdür, çətin peşədir. Yəni şəraitlə, mühitlə bağlıdır. Bəli, bəli, şərəfli peşədir, çətin peşədir, məsuliyyətli peşədir. Yəni yenə deyirəm, bu günə şükür. Yəni Allah şəhidlərimizə rəhmət eləsin. Bu günü bizə bəxş edən bizlər deyilik, şəhidlərimizdir. Ruhları qarşısında baş əyirəm. Buradan ailələrinə səbr diləyirəm. Allah torpağı sana hər birinə ömür versin. Məkanları cənnət məkanı olsun, bəli. Həmişə yerləri. Yəni ruhları şad olsun ki, başını sözünüzü kəsmirəm, davam edirik. Amma ki, mənim dəyərli xalqım, nənələr, babalar, yaşlılar, həmişə evdə təbliğat aparın, həmişə şəhidlərimizin adını çəkin, onlar haqqında danışın, müharibələr haqqında danışın, başımıza gələn bu qaçqınçılıq həyatından danışın. Yəni, heç vaxt şəhidlərimizi unutmayaq, qazilərin zəhmətini unutmayaq. Onların sayəsində biz öz evimizdə, eşiyimizdə rahat oturmuşuq. Allah bizlərə bir də o günləri qismət eləməsin. Buyurun, sözünüz varsa davam edin. Bizi Ensali hərbisiyə yerləşdirdilər. Oradan Cəbrayıl Xocavənd istiqamətinə, Füzuli istiqamətinə getməli idik. Elə oldu ki, döyüş Xocavənd istiqamətinə təyin edildi ki, oradan əsas düşmənin cəmləşmə rayonları var idi ki, o rayonlar oradan götürülməli idi, vurulmalı idi belə deyək. Biz o istiqamətə yönləndik. Orada özümün manqa deyirlər də, yəni biz hərbidə manqa tağım. Mən tağım komandiri kimi verilmişdim. Snayper tağım komandiri kimi verilmişdim. Mənim əsas silahım snayper idi. Yəni biz hücum əməliyyatına girdik. Orada yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Çox danışanda biraz həyəcanlanıram. Həqiqətən də yaşamaq istəmirəm o anları. Orada qardaşlarım oldu, çoxu şəhid oldu mənim. Yəni neçə yaşındaydı oradakı əsgərlər? Orada Azərbaycanın bütün rayonlarından var idi. Təxliyə qrupunda da əsgərlərim var idi. Snayperdə aşağısı bir 21 yaş, 22 yaşında olan əsgərlərim var idi ki, onlar səfərbərlik könüllüdən gələn əsgərlər. Amma sizi inandırım ki, hamısı elə vətənpərvər ruhda gəlmişdilər ki, Allahımıza and olsun, yəni onu təsəvvür eləyə bilmirsən. Yəni belə deyək, o bir də deyirlər, bu canavar kimi insandır. Yəni ondan da ötkün idi, ondan da üstün idi. Yəni müharibədə elə bir ki, qan gözlərini tutun, ancaq irəli. Mən şahidi oldum, gözümün şahidi oldum. Erməni tərəfdən elə oldu ki, Erqədə 7 deyilən bir şey var, qumbaratan deyirlər. Onunla atdılar. Yəni o elə bir ki, biz dağın bu üzündə idik. Elə bir ki, atılan tərəfdən, düşmən ki, atan tərəfdən bizi tutmurdu. Yəni biz Qırmızı Bazar istiqamətində idik, Xocavənd tərəfdə, Cəbrayılın Qırmızı Bazar, belə Xankəndindən aşağı hissədə yerləşir, dərənin hissədir. Orada atdılar, atanda mən elə bir ki, düzdür, bir komandir olaraq həm öz həyatımı fikirləşirəm, mən əskərimin həyatını fikirləşirəm ki, əskərim, əsas gözüm əskərimdədir. Əskər dedi ki, komandir, falan yeri vurdular. Mən artıq baxdım ki, yəni vurulan yer bunların yanında demədim. Vurulan yerdə mənim 2 nəfər hərbiçi yerləşdirmişdim ki, onlar orada artıq snayperlə ki, halbuki həmin yeri vurublar, düşmən həmin yeri vurub. Biz onları orada düzdür, Allah belə deyilən düşməni nəhələt eləsin. Mən həmişə elə deyirəm.
Yəni orada düşmənin meyitləri qaldı. Biz oradan bizi sonra başqa irəliləməli olduq. Orada yüksəkliklər çox idi. 417 yüksəklik var idi. Orada 154 var idi. 316 yüksəklik vardı. Həmin yüksəkliklərdə bizim artıq hərbiçilərimiz belə deyək, o yerləşmə, cəmləşmə rayonu deyirlər, cəmləşmişdilər. Döyüşlər çox ağır gedirdi. Döyüşlər çox ağır gedirdi. Azərbaycanın belə deyək, Qarabağın bütün istiqamətlərində döyüşlər gedirdi. Amma yenə deyirəm, əsas müharibədə əziyyət çəkən en saylı hərbi hissələr, onlar bir ucu yəni xüsusi təyinatlı qüvvələrdir. Xüsusi təyinatlı qüvvələrdir ki, bu qüvvələr yəni birbaşa Ali Baş Komandanın əmrinə, yəni hamı Ali Baş Komandanın əmrində idi, amma xüsusi təyinatlı qüvvələrin əməyi başqa idi, yəni gücü başqa idi. Yəni onlar Qarabağın alınmasında mən 99% deməzdim, 99,99% xüsusi təyinatlı qüvvələrin yəni əməyi, rolu böyükdür. Orada bütün qüvvələr var idi. İstər daxili qoşunlar, istər başqa qoşun növləri var idi, amma əziyyət daha çox xüsusi bölmənin üstünə düşmüşdü. Yəni biz o əziyyəti gördük. Yəni özüm də belə çalışıram ki, yəni o ürəyimdə o hissi yaşayıram. Yəni ölüncə məndən yaşayacaq o şəhid qardaşlarımın. O görüntü gözümün qabağından getmir heç bir zaman. Mən həmişə üz-üstə bir də deyirlər ki, niyə ağlayırsan? Mən bir də görsən, elə olur ki, ağlayıram. Keçən həyatımı ağlayıram. Yəni elə vaxt olur ki, yəni özümə nifrət eləyirəm. Yəni kaş mən o həyatı yaşamazdım. Amma bir şansdır. Verildi o həyatı yaşadım, buna çox şükür. Çox sağ olun, komandir. Sağ olun. Təşəkkür edirəm. Müharibədə iştirakınız üçün biz Azərbaycan xalqı sizlər üçün qürur duyuruq, fəxr eləyirik siz kimi oğullar üçün. Allah sizlərə can sağlığı versin. İndən sonra bir daha müharibə olmasın. Bir də ki, vətəni sevməyəndən vətənpərvər ola bilməz. Siz deyirsiniz ki, orada əsgərlər çox vətənpərvərlik hissi var idi. Onlarda elə irəli getmək istəyirlər. Deməli, vətəni sevirdilər onlar. Mən arzu edirəm ki, bizim gənclərimiz hər zaman vətəni sevsinlər, vətənpərvər ruhda böyüsünlər. Çox sağ olun, elə şəhidlərimizin ruhu bir daha şad olsun. Mən bir dən də şeir demək istəyirəm. İcazənizlə şəhidlərə aid bir şeir də deyim. Əziz tamaşaçılar, verilişimiz davam edir. Mən şəhidlərə aid bir şeir də deyəcəm. Buyurun, icazənizlə. Olur mu? Buyurun, buyurun. Dur gedək. Dur gedək şəhidim. Gəldim şəhidimin ziyarətinə. Sən nə tez qovuşdun əbədiyyətinə. Sadiq çıxdın vətəninə, elinə. Tezdir şəhidim. Hələ tezdir, dur gedək. Havada yaman soyuqdur. Heç üstündə yorğan da yoxdur. Səni gözləyənlər çoxdur. Dur gedək şəhidim. Hələ tezdir, dur gedək. Xaralı yorğan da səni gözləyir. Bütün el, oba sənə ağlayır. Bəy paltarında artıq köhnəlir. Dur gedək şəhidim. Dur gedək, hələ tezdir. Uzaq düşdün ata-anadan, bacı qardaşdan. Nə baxırsan o mərmər daşdan? Sən şəhid oldun gənc yaşdan. Sənə yalvarıram şəhidim. Dur gedək. Dur gedək, hələ tezdir şəhidim. Nə olar? Dur gedək. Dur gedək.